Salam əziz izləyicilər. Bu videoda Dimin 20 sınaq kitabından 14-cü sınaq izah edəcəm, 4-cü qrup üzrə. Amma suallara keçməzdən öncə demək istəyirəm ki, 15 martda sınaq qrupumuz fəaliyyətə başlayacaq. Siz də qrupa qoşulmaq istəyirsinizsə, 100-dən çox PDF-i və həmin PDF-lərin izah videolarını əldə etmək istəyirsinizsə, mənə WhatsApp-dan yazın. Nömrəmi yazıram bura: 077 460 47 23. Sınaq qrupu 11 həftə davam edəcək. Yəni 15 martdan təxminən 1-ci blok imtahanına qədər. İndi keçirik suallara. Birinci sualda bizə bir duz formulu verilib. Duzumuzun formulu belədir: metal N, YOX, M. Və şərtdə deyir ki, N bölünsün M bərabərdir 2. Yəni, bunu belə də yaza bilərik: N-in yerinə 2, M-in yerinə də 1 qoya bilərik. Aha. İndi heç mötərizəyə də ehtiyac qalmır daha. Çünki YOX qrupundan bir dənədir. Burada X-in yerinə də hər hansısa bir rəqəmi qoyacağıq. Şərtdə deyir ki, bu birləşmədə ion rabitələr bütün rabitələrin 25%-ni təşkil edir. N, M və X-i müəyyən edin. N-i, M-i tapmışıq demək olar ki, cavab ya A-dır ya da Y. N-ə 2, M-ə də 1 verdik. İndi X qalır. Ya 3-dür X ya da 4. Yəni bizim duzumuz metal 2, YO3 və ya metal 2, YO4 olacaq. Bu ikisindən biri. İndi açıq quruluşu yazıram. Buradan belə görünür ki, bizim metal 1 valentlidir, turşu qalığımız da 2 valentlidir. Metal atomu 2 dənədir. Hər birini bir oksigenə birləşdirirəm və oksigeni mərkəzi atom olan Y-a birləşdirirəm. 2 oksigen getdi. İndi fərz edək ki, metal 2YO3 duzunu yazırıq. Bir oksigen atomunu mərkəzi atoma 2 qat rabitə ilə birləşdirsək, ümumilikdə bu molekulda 6 rabitə olacaq ki, 6-sından ikisi ion rabitədir. Həmin 2 dənə bunlardır. Metalla qeyri-metal arasında olanlar. Bu 25% etmir. Deməli, metal 2YO4-ə baxmalıyıq. Burada da 2 oksigen, hər biri 2 qat rabitə ilə mərkəzi atoma birləşməlidir. Bu zaman artıq molekulda 8 rabitə olur ki, 8-dən ikisi ion rabitəsidir. O da faizi çevirəndə olur 25%. Yəni, X da 4-ə bərabər olur. Cavab Y variantı olacaq. İkinci sual. Oksidləri müəyyən etməliyik. NO2, yəni azot dioksidin oksigen və X-la reaksiyasından alınır Y. Belə bir reaksiya oksigen və su olmalıdır burada. Bu reaksiya nitratın alınmasında var idi. Yəni X maddəsi sudur, Y maddəsi nitrat turşusudur. Y-in, yəni nitratın amonyakla reaksiyasından alınacaq amonyum nitrat ki, burada Z maddəsi amonyum nitrat duzudur və üçüncü reaksiyada Z-in parçalanması verilib. Amonyum nitratı parçalayanda da diazot monoksid və su alınır. Yəni, yenidən bəli X maddəsi alınır ki, X yuxarıda yazmışdıq su idi. T maddəsi də olacaq diazot monoksid. İndi oksidləri müəyyənləşdirin deyirsə, X və T-ni götürməliyik. Cavab B variantı olacaq. Y turşudur, Z də duzdur. Üçüncü suala keçirəm. Alkan molekulunda neytron sayı A'dır, proton sayı A plus 14'dür. Yəni proton sayı neytron sayından 14 vahid çoxdur. Alkanın ümumi formulu CnH2n plus 2'dir. Proton sayı, hər karbonda 6 proton var. Yəni N sayda karbonda 6N proton olacaq və hər hidrogende 1 proton olduğuna görə N plus 2 sayda hidrogende də elə 2N plus 2 sayda
hidrogen olacaq. Daha doğrusu proton olacaq. Cəmi protonumuzun sayı 8n plus 2'dir. Neytron sayına baxsaq, fikir verəcək ki, hidrogende neytron yoxdur. Karbonda da 6 neytron var. N sayda karbonda 6n sayda neytron var. Yəni alkan molekulunda protonların sayı neytronların sayından nə qədər çoxdur? 2n plus 2 qədər çoxdur. Bizə verilən sxemdə isə görürük ki, proton sayı neytron sayından 14 vahid çoxdur. Onda belə çıxır ki, 2n plus 2 14'e bərabərdir. N də 6'ya bərabərdir. Yəni alkan C6H14'dür. Şərtdə deyir ki, alkan molekulunda bir dördlü karbon atomu var. Yəni mütləq belə bir karbon var. Bunu çəkəndə oldu 5 karbon, birini də əlavə edirəm ki, C6 olsun. İndi bu maddəni səmərəli üsulla adlandırmalıyıq və bilirik ki, səmərəli üsulda mərkəzi bir karbon seçirik, ən çox şaxələnən və onun adı olur metan. Yəni səmərəli üsulda alkanların adı metan sözü ilə bitir. Və bu metan karbona 3 dənə metil radikalı birləşib, hansılar da onlar? Biri bu, biri bu, biri də bu. Yəni deyəcək trimetil, sonra bir dənə də etil birləşib. Trimetil, etil, metan. Cavab B variantı olacaq. Dördüncü suala keçirəm. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Biri etil formiatdır. Yəni etil formiat turşusunun etil efiridir. Mürəkkəb efirdir. O birisi də propan turşusudur. Propan turşusu da karbon turşusudur. Doymuş bir əsaslı. Hər ikisinin formulunu çəkdim. Birincidə deyir ki, molekulunda karbon atomlarının 8 sp3 hibrid orbitalı var. Baxıram etil formiata. Bu karbon sp2 hibridləşməyə malikdir, amma digər iki karbon sp3 hibridləşməyə malikdir. Yəni 8 hibrid orbitalı var etil formiatda. Propan turşusunda da bu karbon yenə sp2 hibridləşmə halındadır. Digər iki karbon sp3 hibridləşmə halındadır. Yəni hər ikisində 8 sp3 hibrid orbital var. Birinci müddəa gedəcək tən ortaya. 2-də deyir, molekulunda 10 polyar kovalent rabitə var. Baxaq görün, polyar kovalent rabitə müxtəlif qeyri-metallar arasında yaranan kovalent rabitədir. Deməli, biri burada, ikisi burada, toplam 3. Gəlin yazaq. 1, 2, biri burada, biri burada. Sonra ikisi karbonla hidrogen arasında. Burada da 3'ü karbonla hidrogen arasında. Bir dənə bunu götürməyəcək. Çünki o rabitə karbonlar arasındadır. Yəni qeyri-polyardır. İndi toplasaq 5, o da 5, 10. 10 dənə olur. İkinci maddəyə baxsaq propan turşusuna. 3 polyar kovalent buradadır. 2 polyar kovalent buradadır. 2 polyar kovalent burada. Biri burada. Biri də burada. Toplasaq olur 9. Yəni 10 polyar kovalent rabitə var. Hansında? Etil formiatda. İkinci müddəa gedir 1'ə. Natrium OH ilə reaksiyaya daxil olur. Bəli, istər mürəkkəb efirlər, istər də karbon turşuları bu reaksiyaya daxil olurlar. Mürəkkəb efirin natrium OH ilə reaksiyası qələvi mühitdə hidroliz adlanır və dönməyən prosesdir. Turşu da ki, təbii məsələdir, qələvi ilə reaksiyaya daxil olacaq. Dördüncü deyir, molekullar arasında hidrogen rabitəsi yaranır. Bu da turşuya aiddir. Mürəkkəb efirlə turşu arasında fərq budur ki, mürəkkəb efirlərdə hidrogen rabitəsi olmur, amma karbon turşularında olur. Cavabımız nədir? 2, 4, 1, 3 cavab olacaq. C variantı. 5-ci sual. Metan turşusu və etan turşusundan ibarət qarışığımız var. Bu qarışıqda karbonun kütləsi 96 qramdır, oksigenin kütləsi də 160 qramdır. Baxaq. Metan turşusunun formulu HCOOH. Etan turşusu isə sirkə turşusudur. CH3COOH. Mən desəm ki, X mol
metan turşusu, Y molda etan turşusu var qarışıqda. Onda belə çıxacaq ki, burada 12X karbon var, burada 24Y karbon var. Oksigen də birincidə 32Y qramdır, X daha doğrusu 32X, ikincidə də 32Y qramdır. Oksigenlər yəni 32 ilə olacaq, çünki hər birində 2 oksigen atomu var. İndi belə edirik, karbonları toplayırıq, bərabər edirik 96-ya və oksigenləri toplayırıq, bərabər edirik 160-a, sistem tənlik alınır. Yaza bilirik 12X plus 24Y bərabərdir 96 və 32X plus 32Y bərabərdir 160. Bundan belə keçid eləyirəm. 12X plus 2Y bərabərdir 96-ya. 32X plus Y bərabərdir 160-a. Sistem tənliyi. Aha, indi mötərizə xaricinə çıxartdım rəqəmləri, ədədləri. Davam edirəm buradan. X plus 2Y bərabərdir 8-ə və X plus Y bərabərdir 5-ə. Və buradan da belə bir nəticəyə gəlirik ki, Y bərabərdir 3-ə, X bərabərdir 2-yə. Yəni bizim 2 mol qarışqa turşusu var idi, 3 molda sirkə turşusu var idi. İndi şərtdə deyir ki, qarışığın gümüş bir oksid amonyaklı məhlulu ilə tam reaksiyasından neçə litr qaz ayrılar? Biz bilməliyik ki, karbon turşularından sadəcə qarışqa turşusu, yəni metan turşusu bu reaksiyaya daxil olur, yəni oksidləşə bilir. Həmin reaksiyanı yazıram. Qarışqa turşusu plus gümüş bir oksidin amonyakdakı məhlulu nəticədən alınır karbon qazı, su və 2 mol gümüş çökəcək qabın dibinə. Yəni 1 mol qarışqa turşusundan elə 1 mol karbon qazı alınır normal şəraitdə, yəni 22,4 litr. Amma bizdə qarışıqda tapdıq ki, X 2-yə bərabərdir, yəni 2 mol qarışqa turşusu var. Buradan da 44,8 litr karbon qazı alınmalıdır. Cavab C variantı olacaq. 6-cı sual. Amonyakın oksigenlə reaksiyası verilib. Bu reaksiyada görürük ki, 4 mol amonyak 12 mol elektron verir. Yəni 1 mol amonyak 3 mol elektron verir. O da belə çıxır ki, azot mənfi 3-dən 0-a gedir. Ümumiyyətlə, amonyakın yanma reaksiyası ki, oxun üstünə T qoyublar, buradan alınır azot və su. Əgər heç oxun üstünü verməsəydilər, biz bilməliydik ki, amonyakın oksigenlə 2 cür reaksiyası var. Biri yanmadır, biri oksidləşmə. Birindən NO alınır su ilə bərabər, digərindən də N2 alınır, yəni su ilə bərabər. Yəni, birinci reaksiyada azot mənfi 3-dən 0-a gedir, ikinci reaksiyada azot mənfi 3-dən müsbət 2-yə gedir. Fikir verin, 4 mol amonyak veriblər, yəni 4 azot olduğunu bilirik. 4 azot 12 elektron veribsə, 1 azot 3 elektron verib. 3 elektron da veribsə, biz mənfi 3-dən 0-a gəlməyi nəzərdə tutacağıq. Mənfi 3-dən müsbət 2-yə gəlmək artıq 5 elektron vermək sayılır. Ona görə biz ikinci yox, birinci reaksiyadan istifadə etməliyik. İkincini silirəm. Yəni, X azotdur. Hansı ifadə doğrudur? X-in oksigenlə reaksiyası endotermikdir. Bəli, azotun oksigenlə reaksiyasından 2 mol NO alınır və bu reaksiya birləşmə reaksiyası olsa da endotermik reaksiyadır. Cavab elə A variantıdır. B-də deyir, azotun valentliyi dəyişir. Xeyr, elə 3 valent olaraq qalır. C-də deyir, Y xlor ilə reaksiyaya daxil olmur. Niyə daxil olmur ki? Olur. Suyun xlorla reaksiyası gedir. D-də deyir, oksigenin əmsalı 5-dir. Xeyr, reaksiyanı əmsallaşdırsaq 4, 2, 6, 3 şəklində olacaq. Yəni, oksigenin əmsalı 3-dür. 7 deyir, X maddəsi misin dur nitrat ilə reaksiyasından alınır. Xeyr, azot alınmır o reaksiyadan. Keçirik 7-ci suala. Etin, yəni buranı silək biraz yer açılsın yazmağa. Deməli, etin verilib bizə N moldur. Yəni, etin nədir? Asetilendir.
C2H2'dir. Alkinlərin ilk nümayəndəsidir. Tam xlorlaşmasına sərf olunan xlorun həcmi x litrdir. Tam hidrogenləşməsinə sərf olunan hidrogenin həcmi x çıxılsın 224 litrdir. Yəni 10 mol daha az. Elə bil ki, tam xlorlaşmaya sərf olunan xlorun mol sayı tam hidrogenləşməyə sərf olunan hidrogenin mol sayından 10 mol çoxdur. Aha, baxırıq. Etinin xlorla birləşmə reaksiyası. 2 mol xlor lazımdır ki, etin onunla birləşmə reaksiyasına daxil olsun. Amma bu tam xlorlaşma sayılmır. Alınan bu maddə alkanın törəməsidir. Yəni, bu maddənin özü də xlorla reaksiyaya daxil olacaq. Tərkibindəki hidrogen 2 ədəd olduğuna görə, 2 atom olduğuna görə 2 molekul xlor lazımdır ki, burada əvəz etmə baş versin. Yəni, alkanların xlorla reaksiyası əvəz etmə tipli gedir. Alınacaq C2 xlor 6 plus 2 mol H xlor. Yəni, toplam 1 mol asetilenin tam xlorlaşmasına 4 mol xlor lazımdır. İkisi birləşməyə, ikisi əvəz etməyə. İndi baxıram, bəs 1 mol asetilenin tam hidrogenləşməsinə neçə mol hidrogen lazımdır? 2 mol. Onda belə nəticəyə gəlirəm ki, 1 mol asetilenin tam xlorlaşmasına 4 mol xlor lazımdır, amma tam hidrogenləşməsinə 2 mol hidrogen lazımdır. Yəni, asetileni 1 mol götürsək, xlorun mol sayı hidrogenin mol sayından 2 vahid çox olacaq. Yazıram bura. 1 mol götürəndə fərq olur 2 vahid. Bəs mən asetileni, yəni etini n mol götürəndə də fərq olur 10 vahid. Bu 10 rəqəmi hardan çıxdı? Buradan çıxdı. X çıx 224 və X. 224 litr 10 mol deməkdir. Deməli, mənim götürdüyüm asetilen 5 mol idi ki, həmin 5 mol asetilenin tam xlorlaşmasına sərf olunan hidrogen, sərf olunan xlor, tam hidrogenləşməyə sərf olunan hidrogendən 10 mol çoxdur. Belə. Cavab nə oldu? 5. Y variantı. Davam edirik 8-ci sualla. Metanal hidrogenlə reaksiyası. Buradan yazaq. Nədir metanal? Aldehidlərin ilk nümayəndəsi. HCOH. Üstünə hidrogen gələndə alınır CH3OH. Bu X maddəsidir. Sonra metanalın, yəni yenə HCOH-ın mis-2 hidroksidlə reaksiyası oksidləşmə tiplidir. Alınacaq qarışqa turşusu, mis-1 oksid və H2O. Y maddəsi olur qarışqa turşusu. Sonra qarışqa turşusunun qatı sulfatla reaksiyası. Burada qatı sulfat higroskopik xassiyyət daşıyır, yəni qarışqa turşusunun suyunu udur, yerdə qalır dəm qazı. Z maddəsi dəm qazıdır və sonuncu reaksiyada Z-in, yəni dəm qazının X-la reaksiyası baş verir. Yəni CH3OH-la reaksiyası baş verir, alınır CH3COOH. Bu da T maddəsidir. Soruşur ki, hansı maddələrin molekulunda 4 hidrogen var? X-da var, bir də T-də var. Cavab A variantıdır. 9. Hansı reaksiyalarda X maddəsi H2-dir? Burada da 4 fərqli reaksiya yazmalıyıq. Birinci, kalsium karbidin nə ilə reaksiyasından asetilen ala bilərik? Təbii ki, su ilə. Asetilenlə yanaşı kalsium hidroksid alınacaq. İkinci, deməli, sirkə aldehidinin nə ilə reaksiyasından etil spirti ala bilərik? Burada artıq hidrogen istifadə olunmalıdır. Üçüncü reaksiya, asetilenin üstünə nə gəlsək, sirkə aldehidi ala bilərik. Bu Kucherov reaksiyasıdır. Asetilenin hidratlaşmasıdır, yəni su istifadə olunur. Və dördüncü reaksiya, glikozanın yağ turşusuna qıcqırması. Alınacaq yağ turşusu plus karbon qazı və hidrogen qazı.
Yəni ikinci, dördüncü reaksiyalarda X maddəsi hidrogen qazıdır. 10-cu suala gəlirik. Silisyum dioksidin H-florla reaksiyasına baxırıq. 4 mol H-flor. Silisyum flor 4 plus 2 mol su və 188 kilojol enerji ayrılır. İndi bizə deyir ki, H-florun kütləsi M və silisyum flor 4-ün kütləsi M plus 6 olduqda nə qədər enerji ayrılır? H-florun M-ləri 20-dir. 4-ə vuranda olur 80. Silisyum flor 4 isə nə qədərdir? Deməli 104-dür, eləmi? Bəli. Baxın, silisyum flor 4-ün kütləsi H-florun kütləsindən 24 çoxdur. İndi bu fərq 24-ə bərabər olanda 188 kilojol enerji ayrılır. Amma bizə verilənlərdə fərq 6-ya bərabərdir. Yəni M-dir, M plus 6-dır. Burada fərq 6-ya bərabərdir. Fərq 6-ya bərabər olanda da X kilojol enerji ayrılacaq. Bu X nəyə bərabərdir? 47-yə bərabərdir. Cavab D variantı. 11-ci sual gübrələr mövzusundandır. X ilə Y maddəsinin reaksiyasından 2 qat superfosfat alınır. Bu, kalsiyum ortofosfatın, yəni fosforit mineralının ortofosfat turşusuyla reaksiyasından alınır. Biri X, biri Y. Sadə superfosfat isə yenə fosforit mineralının sulfatla reaksiyasından alınır. Fikir verin, hər iki reaksiyada X iştirak eləyir. Bu X fosforit mineraldır. Bizdən Z maddəsini soruşursa, Z maddəsi də sulfat olacaq. C variantı. 12. Kükürdlə reaksiyaya daxil olan maddələr. Biri dəmirdir, alınır ferrum S. Biri flordur. Adi şəraitdə gedir, alınır S flor 6. Alınan maddədə kükürdün oksidləşmə dərəcəsi A, B, C. Birincidə -2-dir, ikincidə -6. Yəni A bərabərdir -2-yə, B bərabərdir -6-ya. Şərtdə deyir A plus B plus C bərabərdir 8 olarsa, X-i müəyyən edin. Yəni -2 plus 6 plus C bərabərdir 8-ə. Bunda belə çıxır ki, C bərabərdir -4-ə. C-ni tapdıq. Bəs yaxşı. Kükürd hansı maddə ilə reaksiyaya daxil olsa, alınan məhsulda kükürdün dərəcəsi -4 olar. Təbii ki, oksigendə. Kükürd plus oksigen alınır SO2 və burada kükürdün dərəcəsi -4-ə bərabərdir. Sual 13. Karbon plus qatı nitrat. Alınacaq karbon qazı NO2 plus su. Əmsallaşdırsam, karbon 0-dan 4-ə gedir, 4 elektron verir. Azot 5-dən 4-ə düşür, 1 elektron alır. 4 ilə 1-i dəyişirəm. 4-ü bura, 1-i bura yazıram. 4 azot olsun, 1 karbon və suya da 2. Oksigenləri yoxlasaq düz olurmu? Yoxlayaq görüm. Solda 12, sağda da 2, 8, 2. Bəli, düz oldu. İndi deyir ki, 6 qram karbon reaksiyaya daxil olarsa, reduksiya məhsulunun mol miqdarını hesablayın. Reduksiya məhsulu NO2-dir. Yazıram X mol. 12 qram karbon iştirak etsə, 4 mol reduksiya məhsulu alınır. Deməli, tənasübdən cavabı tapırıq 2. X bərabərdir 2-yə. Cavab C variantı. 14. Parçalanma reaksiyasının qrafikinə əsasən X metalını müəyyən edin deyir. Deməli, X-in nitrat duzu parçalanır və qaz qarışığı alınır. Avtomatik mən buradan natriumu silirəm. Niyə? Çünki natriumun nitrat duzu parçalananda qaz qarışığı alınmır. Sadəcə bir qaz alınır, o da oksigen. Amma digərlərinin nitrat duzları parçalananda NO2 və O2 qaz qarışığı alınacaq. Başlayaq gümüşdən. Gümüş bir nitrat.
alınacaq gümüş metalının özü NO2 və O2. Reaksiyanı əmsallaşdırmaq lazımdır təbii ki. 2, 2, 2, 1 şəklində əmsallaşdırırıq. Düzdürmü? Düzdür. Və görürük ki 2 mol duz parçalanır, 3 mol qaz alınır. Amma bizə deyir ki qrafikdə 2 mol duz parçalanır, yəni 3-dən 1-ə düşür. Bu ilə 2 mol sayılır özü. 2 mol duz parçalananda 2,5 mol qaz qarışığı alınır. Yəni bu gümüş deyil. Keçirəm misə. Mis 2 nitrat. Parçalananda alınır mis 2 oksid, azot 4 oksid və oksigen. Əmsallaşdırıram 2, 2, 4, 1 şəklində. Burada da 2 mol duz parçalanır, 5 mol qaz alınır. Düz oldu mu? 5 mol qaz qarışığı alınır. Bizə nə deyir? 2 mol duz parçalananda 2,5 mol qaz qarışığı alınır. Yəni mis də deyil. Keçirəm civəyə. Civə 2 nitrat duzu parçalananda alınır metalın özü, çünki pasiv metaldır. NO2 və O2. Bunu əmsallaşdırsaq 1, 1 desək nə olur? Bura 1 yazsaq, bura 2 desək düzəldi mi? 2 azot var, 6 oksigen var, bəli. Burada görürük ki 1 mol duzdan 3 mol qaz alınır. Deməli 2 mol duz parçalansa 6 mol qaz alınacaq. Civə də deyilmiş, qalır sona sadəcə biri. Litium nitrat. Litium burada özünə orta aktiv metal kimi aparır. Alınır metalın oksidi və 2 qaz. Reaksiyanı əmsallaşdırsaq 4, 2, 4 və 1. 12 oksigen orada, 12 də burada. Bəli, görürük ki 4 mol duz parçalanır və 5 mol qaz alınır. Deməli 2 mol duz parçalansa 2,5 mol qaz qarışığı alınacaq. Ona görə cavab olur elə D variantı litium. 15-ci sual. Xlor, flor və brom. Bunlar üçün ümumi olan nədir? Oksigenli turşusu varmı? Florun yoxdur, digərlərinin var. Reaksiyalarda yalnız oksidləşdirici xassə göstərirlərmi? Xeyr, bu flora aiddir sadəcə. Birləşmələrində 1, 3, 5, 7 variantlı olurlarmı? Xeyr, bu da flora aid deyil, digər ikisinə aiddir. D bəndi su ilə reaksiyaya daxil olurmu? Bəli. Flor, xlor, brom. Üçü də su ilə reaksiyaya daxil olur, amma yod daxil olmur. Qaz halındadırmı? Bu broma aid deyil. Cavab oldu D variantı. 16. X, Y2, O4 belə bir maddə verilib. Nisbi molekul kütləsi 112-dir. Bu maddədə X elementinin oksigeni olan kütlə nisbəti 8-də 3-dür. Belə görünür ki, X, Y2, O4. Burada 1 molunda 64 qram oksigen var. X-in kütləsini deyil, X qəbul edək. Bu olur 8-də 3-ə bərabər. Və buradan X-i tapırıq 24. MR verilib 112. Gəlin MR hesablayaq, görün. Deməli, yazırıq ki, əgər bu 112-dirsə, 24 plus 2Y plus 64 bərabərdir 112-yə. Buradan da deməli 2Y bərabər olur yenə 24-ə. Y də bərabər olur 12-yə. Yəni Y-in ayırı 12-dir. Amma bizdən ayır soruşulmur. Bizdən soruşulur Y-in kütləsinin oksigenin kütləsinə olan nisbətini hesablayın. Bu birləşmədə Y-in kütləsi ilə 24-dür. 24-ün 64-də olan kütlə nisbəti elə yenə 8-də 3-ə bərabər olur. Yəni cavab C variantı olacaq. 17. Kalium, natrium, litium kütlələri bərabər verilib. Reaksiyaya daxil olan oksigenin mol miqdarı N1, N2, N3 hansı münasibət doğrudur deyir. Baxırıq, kaliumun oksigenlə reaksiyasından alınır superoksid. Əmsallaşdırmağa ehtiyac yoxdur. Natriumun oksigenlə reaksiyasından alınır peroksid.
Natriuma 2 yazıram. Və litiumun oksigenlə reaksiyasından da alınır oksid. Bunu əmsallaşdıranda bu şəkildə olacaq. Deməli 1 mol kaliuma 1 mol oksigen lazımdır. 39 qram kaliuma 1 mol oksigen lazımdır. 2 mol natriuma 1 mol oksigen lazımdır. Yəni 46 qram natriuma 1 mol oksigen və 4 mol litium da eləyir 28 qram. Belə çıxır ki, kaliumun 39 qramına, natriumun 46 qramına, litiumun 28 qramına 1 mol oksigen lazımdır. İndi biz kütlələri bərabər götürsək, reaksiyaya daxil olan oksigenin mol miqdarı nə qədər olacaq? Kütlələri bərabər götürsək, ən çox oksigen lazım olacaq litiuma. Çünki burada litiumun mol sayı daha çox olacaq. 28 qram litiuma 1 mol oksigen lazımdır çünki. Ən çox olacaq N3. Ən böyük olacaq N3. Yəni cavab ya C-dir ya D. Sonra kalium gəlir. Yəni N1. Cavab olacaq C variantı. Hər halda başa düşdünüz. Çox dərinliklərinə girmədən izah etdim. 18'də karbon və silisium verilib. Karbonla reaksiyaya girir X, silisiumla reaksiyaya girir Y. Baxırıq, oksigen deyil, oksigen ikisi ilə də reaksiyaya girir. Oksigenin olduğu variantları çıxıram, A-nı və Y-ni. B bəndə ola bilərmi? Hidrogen silisiumla reaksiyaya girmir. Deməli, B də deyil. C ilə D arasında qalırıq. Kalsiyum hər ikisi ilə reaksiyaya girir. Cavab nə olur? D, eləmi? Bəli. Qatı nitratla karbon reaksiyaya girir. Xlorla da karbon girmir, silisium reaksiyaya girir. Cavab D. 19'a baxırıq. Natrium sulfit. Suda məhlulun elektrolizində duzun kütlə payının dəyişməsi. Baxıram. Deməli, natrium sulfitin sulfit deyib sulfat yazıram. Natrium sulfitin suda məhlulunun elektrolizində katodda hidrogen, anodda oksigen alınır. Duza heç nə olmur. Su parçalanıb azalır. Su azalırsa, deməli məhlulda duzun kütlə payı artır. Cavab ya C-dir ya Y. Və suda məhlulunda hidrolizdə mühit nədir? Natrium sulfit nədən yaranıb? Natrium OH-dan yaranıb. Sulfit turşusundan yaranıb. Yəni, qüvvətli əsas zəif turşudan yaranıbsa, əsasi mühit olacaq. Yəni, qələvi mühit. Cavab C variantı. 20. Mislə reaksiyaya daxil olan maddə kükürdür. Reaksiya bu şəkildədir. Mis plus kükürd alınır. Mis 2 sulfit. Misin kütləsi M qramdırsa, daha doğrusu kükürdün kütləsi M qramdırsa, misin kütləsini hesablayın. 64'də 32'dirsə, deməli mis 2M olmalıdır ki, onunla M qram kükürd reaksiyaya daxil olsun. Sınavın ən asan sualı deyə bilərik bu suala. 21 polimer X-lı polimerləşmə reaksiyası ilə alınıb və elementar halqasında oksigen atomu var. Lavsan və naylonu bəri başdan çıxıram, çünki bunlar polikondensləşmə ilə alınıblar. Digər üçü qalsın, çünki onlar polimerləşmə ilə alınırlar. Polimetil metakrilat nədən alınır? Baxaq. Deməli, metil metakrilat efirinin polimerləşməsindən alınır. Bəli, burada oksigen də var. Bunun polimerləşməsindən alınacaq bu formada bir polimer ki, biz buna deyəcəyik üzvi şüşə. Cavab elə polimetil metakrilatdır. Nə divinil kauçukunda, nə də teflonda oksigen atomu yoxdur. Əgər formullarını unutmuşsunuzsa, kitabı açıb təkrar edə bilərsiniz. 22'ye baxırıq. Alken X-dır. Molekulunda S böyük hibrid orbitallarının sayı A'dır. Sigma rabitələrin sayı A plus 3'dür. Aha, və bu X-in H-klorla reaksiyasından Y alınır. X-in molekulunda 3 ədəd birli karbon atomu varsa Y maddəsini müəyyən edin deyir.
A'dan başlayaq. 2 xlor butan. Aha, 2 xlor butan ya buten 1'in ya da buten 2'nin H xlorla reaksiyasından alınır. Məsələn, götürürəm buten 1'i. Buten 1'də 3 ədəd birli karbon atomu yoxdur. Heç buten 2'də də yoxdur. Deməli, A bəndi cavab ola bilməz. Keçirəm B'yə. 2 xlor 2 metil propan. Bu maddə 2 metil propenin H xlorla reaksiyasından alınır. Həmin maddəni çəkirəm bura. Bəli, bu maddənin H xlorla reaksiyasından 2 xlor 2 metil propan alınır. Və baxırıq bu maddəyə, görüm şərtə uyğun gəlirmi? Öncə baxırıq, 3 ədəd birli karbon atomu var. Biri bu, biri bu, biri də bu. Bu şərt uyğun gəldisə, indi cədvəldə verilənə baxıram. sp3 hibrid orbitalı nə qədərdir? Baxın, bu 2 karbon sp2'dir. Digər 2 karbon, yəni bunlar sp3'dür. Hər sp3'ün 4 hibrid orbitalı varsa, 2 metil propende 8 ədəd sp3 hibrid orbitalı var. A'nı tapdıq 8. Sigma rabitələrin sayı da A plus 3 qədərdirmi? Baxaq. İkisi burada. Biri burada. Yazıram. 2, 1. Biri burada. 3'ü burada. Biri burada. 3'ü də burada. Toplasaq nə qədər eləyir? 2, 3, 4, 5, 8, 11. Həqiqətən də A plus 3'ə bərabər olur. Deməli, cavabımız B variantıdır. C variantı sizi çaşdıra bilər. Çünki B ilə C çox oxşardır. Bəs 1 xlor 2 metil propan niyə ola bilməz? Çünki 2 metil propenin H xlorla reaksiyasından Markovnikov qaydasına görə hidrogeni çox olan birinci karbona birləşir. Xlor da ikinci karbona birləşir. Yəni alınan maddə 1 xlor 2 metil propan olmur. 2 xlor 2 metil propan olur. D variantı olmaz. Niyə olmaz? Baxaq görün. 2 xlor 2 metil butan. Burada artıq hibrid orbital sayı ilə sigma rabitə sayında cədvəldəki kimi qanuna uyğunluq olmayacaq. Həmçinin 1 xlor butan da olmur. 23'ə keçirəm. İyon X2 müsbətdir. Proton sayı N'dir, elektron sayı 28'dir. Deməli, proton sayı elə 30 imiş. Neutron sayı da protondan 5 vahid çoxdur, 35'dir. Atom kütləsi 65'dir. X'in atom kütləsini hesablayın deyir, oldu 65. Bu da rahat bir sual idi. 24. Spirt lampası yanır və məhlul 50 qram suyunu itirir. 290 qram 20%li duz məhluludur. 50 qram su itirir. Əmələ gələn məhlulun sıxlığı 1,2 qram böl millilitrdirsə, həzmini tapmalıyıq. Deməli, 290 qram məhluldur. Bu 50 qram su itirdisə, qaldı 240 qram məhlul. Və əmələ gələn məhlulun sıxlığı verilib 1,2 qram bölünsün millilitr. Biz də həzmini tapmalıyıq. Rho bərabərdir M böl V düsturundan. V bərabər olacaq M böl Rho'ya. Yəni 240'ı bölməliyik 1,2'yə. Yəni vurmalıyıq 12'də 10'a. Bu da olur 200 millilitr. Cavab 200'dür. Bəs bu 20%'i bizə nə üçün vermişdilər? O qaranlıq qaldı. Demək olar ki, istifadə olunmur o. 25. İkili butil radikalı ilə amin qrupunun birləşməsindən alınan maddə üçün hansı ifadələr doğrudur? İkili butil radikalı. Söhbət bu radikaldan gedir. Bir də amin qrupunu çəkdim böyrünə. Aha. Molekulunda 11 polyar kovalent rabitə varmı? Polyar kovalent, yəni müxtəlif qeyri-metallar arasında. Baxın, 3'ü burada, karbonla hidrogen arasında. İkisi de burada, biri burada, 3'ü burada. Biri burada karbonla azot arasında, ikisi de azotla hidrogen arasında. Toplam ne kadar oldu? 5, 6, 7, 9, 12. Bir düz çıxmadı. İndi yazdıqlarımızı silək.
2-də deyir ki, ikinci karbon atomunun oksidləşmə dərəcəsi 0-dır. Amin qrupunun yaxın olduğu tərəfdən karbon zəncirini rəqəmləsək, görəcəyik ki, ikinci karbon atomu CH-dır və ona birləşən amin qrupu ilə birlikdə dərəcələrə baxmalıyıq. Karbona deyək X, hidrogen müsbət 1-dir, bu bir hidrogen də müsbət 1-dir, azot mənfi 3-dürsə, bir karbon X, 3 hidrogen 3, bir azot mənfi 3 bərabər edirik 0-a. X da ilə bərabər olur 0. Bəli, 2 doğrudur. Trimetil aminin izomeridirmi? Trimetil aminin formulunu yazıram. Xeyr, izomeri deyil, çünki trimetil amində 3 karbon var, amma bizim amində 4 karbon var. 4-də deyir ki, molekulunda bir asimetrik karbon atomu var. Bəli, həmin asimetrik karbon atomu ikinci karbondur. Çünki ona bir hidrogen birləşib, bir metil birləşib, bir etil birləşib, bir dənə də amin qrupu birləşib. Yəni 4 tərəfinə 4 müxtəlif atom və ya radikal birləşib. Və sonuncu fikir, molekulunda 2 metil qrupu var. Bu da doğrudur. Biri bu, biri də bu. 2, 4, 5 olur doğru cavab. 26-cı suala gəlirəm. X və Y maddələri verilib, ilkin qatılığı 8 mol bölü litr və n mol bölü litr. Reaksiyanı yazaq, tarazlıq sualıdır. Maraqlı bir suala oxşuyur. 2 mol X plus Y alınır 2 mol Z plus T. İndi tarazlıqda olan bir reaksiya üçün sualı həll etməyə bizə başlanğıc sərf olunan və tarazlıq qatılıqları lazımdır. X-in başlanğıc qatılığı 8, Y-in n. Nə deyir? Həcmi 1 litrdir. 4 mol Z alındıqda tarazlıq yaranır. Maraqlıdır. 4 mol Z alınıbsa 2 mol da T alınmalıdır. Əmsallar, reaksiyanın əmsalları bunu bizə deyir. 2-nin 1-ə nisbəti. Həmçinin 4 mol Z-in alınması üçün 4 mol X sərf olunmalıdır. 2 mol da Y. İndi X-dan 8-i var idi, 4-ü getdi, 4-ü qaldı. Y-dan da neçəsi qaldı bilmirik. Tarazlıqda olan mol saylarını tapmışıq. Həcmdə 1 litr olduğuna görə elə deyə bilirik ki, bu tarazlıqda olan mol sayları həm də tarazlıq qatılığıdır. Və tarazlıq sabitini verib 2, yəni K. Yazıram, K bərabərdir. Z-in qatılığının kvadratı vurulsun, T-nin qatılığı bölünsün. X-in qatılığının kvadratı vurulsun, Y-in qatılığı. Z-in kvadratı, yəni 16 vurulsun, 2 bölünsün. X-in kvadratı, yəni 4, 16 vurulsun. Y-in qatılığı yerinə də nə yazaq elə? Y yazaq. Buradakı X-i silirəm, buraya yazıram Y. Çaşmayaq deyə. Buraya yazdım Y. Şimdi K-nı da 2 veriblər deyə. Buradan tapırıq ki, Y bərabərdir 1-ə. Y 1-ə bərabərdirsə, n də bərabər olmalıdır 3-ə. Çünki başlanğıc qatılıq sərf olunan tarazlıq qatılıqların cəminə bərabərdir. Cavabı 3 tapdıq. 27. Keton molekulunda 5 karbon atomu varsa, uyğunluğu müəyyən edin deyir. Nisbi molekul kütlələri verilib bizə. Ketonun 5 karbonu varsa, bu keton C5H10O-dur. Gəlin bunun emerini hesablayaq. 5 karbon 60, 10 hidrogen 10, bir də oksigen 16, 86 deməkdir bu. A-nı 86 tapdıq. İndi bu keton öz sinfinin 3-cü nümayəndəsidir. Çünki ketonların ilk nümayəndəsi 3 karbonludur. Və doymuş aldehid, yenə 5 karbonu olan doymuş aldehid formulu ilə belə olacaq. C5H10O, çünki aldehid ketonla siniflər arası izomerdir. Amma ketonların ilk nümayəndəsi formaldehiddir, onun da 1 karbonu var. Deməli 5 karbonlu aldehid, cümləni deyəsən səhv qurdum. Ketonların ilk nümayəndəsi yox. Aldehidlərin ilk nümayəndəsi formaldehiddir, onun da
5 karbonu, 1 karbonu var. Deməli 5 karbonlu aldehid elə öz homoloji sırasının 5-ci nümayəndəsidir. Qaldı alkan. Alkanın formulu CnH2n plus 2'dir. Yəni meri 14n plus 2'ye bərabərdir. Bu da 86 olsa, 14n84 olsa, n də 6 olacaq. N 6-dırsa elə öz sinfinin 6-cı nümayəndəsidir. Yəni 1'ə gedir D, 2'ye gedir C, 3'e də gedir A. Və çatdıq hara? Situasiyalara. Natrium asetatın üzərinə. Aha, natrium asetat CH3COO natriumdur. Üzərinə gəlirik natrium OH. Buradan alınır natrium karbonat və CH4 alkanlar mövzusunun reaksiyası. Deyir ki, molekulunda sp3 hibrid orbitalı olan X qaz alınır, yəni metan alınır və Y duzu alınır. Bu da natrium karbonat. Bu duzun xlorid turşusu ilə reaksiyasından, yəni natrium karbonatın xlorid turşusu ilə reaksiyasından nə alınacaq? Natrium xlorid duzu alınacaq, su və karbon qazı. Yəni əslində karbonat turşusu alınır, o da davamsızdır deyə suya və karbon qazına parçalanır. Alınan Z qazından yanğının söndürülməsində istifadə olunur. Z qazı da karbon qazıdır. 28'də deyir cədvəli tamamlayın. Z-in kimyəvi formulu CO2'dir. Beynəlxalq nomenklaturaya əsasən adı da olacaq karbon dioksid. 29. Birinci reaksiyanın tənliyini yazmalıyıq ki, burada yazmışam artıq. Təkrar yazmıram daha. Və ayrılan X qazının molekulunda hibrid orbitalların sayını yazın. Metanda bir dənə karbon var, o da sp3 hibridləşməyə malikdir. Yəni 4 hibrid orbitalı var. 30'da nə deyir bəs? İkinci reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Yazmışam burada. Əmsallaşdırsaq H-klora 2 yazmalıyıq. Və deyir ki, bu tənliyə əsasən 2 mol Z qazının alınmasına sərf olunan 5 mol bölü litr xlorid turşusu məhlulun həcmini millilitrlə hesablayın. Aha, gənclər. Deməli, 2 mol Z qazı. Yəni karbon qazı 2 mol alınırsa, neçə mol xlorid sərf olunur? X mol. Reaksiyada görürük ki, 2 mol xlorid sərf olunanda 1 mol karbon qazı alınır. Yəni X bərabərdir 4'ə. Nü-nü tapdıq 4 mol. S-ni də verib 5 mol var. Biz buradan həcmi tapmalıyıq. S bərabərdir nü böl V düsturundan. V bərabər olacaq nü böl S-yə. Yəni 4 böl 5'ə. Bu da 10-8 litr deməkdir. Amma bizdən millilitrlə soruşur deyə cavab olacaq 800 millilitr. Bununla da bu sınağın sonuna çatdıq. Növbəti videolarda görüşənədək salamat qalın.